Bax belənin sponsoru, dadı və ləzzəti ilə hər zaman sevilib seçilən Altumları. Bax belənin sponsoru, Alfiem Special Gold təmizlik vasitələri. Hər vaxtınız xeyir olsun, Dünya TV-nin dünya qədər sevilən dəyərli izləyiciləri. Bilirsiniz ki, artıq bu 3 ay ərzində, yay mövsümündə Bax belə komandası artıq Azərbaycan bütün bölgələrinə üstdür. Həm ziyarət, həm ticarət. Yəni, səyahət edərək həm bölgələrimizin inkişafını, gözəlliyini təqdim edirik. Eyni zamanda bölgələrimizdə gözəl səsə malik olan sənətinin peşəkarlarını sizlərə efir vasitəsilə Bax belə də təqdim edirik. Və bu həftədə üst tutduğu hara Azərbaycanın gözəl bir məkanı, diyarı olan Biləsuvar. Biləsuvar elə bir bölgə, elə bir rayon, elə bir şəhərdir ki, inkişafın yeri qalmır. İnsanları qonaqpərvər, səmimi və ən əsası da işinin sənətkarlarıdır. Biləsuvarın elə gözəl, sevilən insanları var. Həm sənət baxımından, həm həyat baxımından. Elə mənə dostluqda sadiq olan, doğrudan da. Yəni, həm baxmayaraq ki, müğənni deyil, musiqisi də, amma bizim həyatda reallıq dostumuz var. Aslan Aslanov buyursun və eyni zamanda bizim dostumuz, gözəl bir insan. Elşən bəy, buyursun Biləsuvarı. Mənim dediyim kimi dostluğa layiq bir insan. Biz görüşək, necəsiniz? Bizim əziyyətimizi çəkən insanlar. Necəsiniz? Çox sağ olun, həmişə siz gəlirsiniz. Biləm, yorğunçuluq var, neçə günlük yatmırıq. Amma gözəl qarşılanmalıdır, minnətdaram sizə. Qonaq qulluğunda durmaq Biləsuvarların həmişə... Sizə inanıb, eşidib gəldik də. Yəni, Aslan dedi ki, burada Elşən varsa, mən varsam, heç bir anası yoxdur. Qəti. Heç kimə zəng yoxdur. Sevinirsinizmi biz gəldiyimiz yoxsa? Çox. Deyə bilmirik ki. Minnətdaram. Aslan, təbii ki, sən Elşənlə belə danışdınız və musiqisi dostlarla artıq bir qərara gəldiniz. Mən istədim ki, qonaqlar gəlsin, kameramanlarımız buyursun, yəni gəlsinlər, Aslanı və Elşəni istəyənlər. Hələ bu bir yüzdür də, yəni belə deyək, bizim dostlarımızın bir yüzdür. Salam, özünü təqdim elə. Ehtiram. Mən bilirəm, bu hər kəs bilsin. Salam, Elnur. Salam, Cəfər. Xoşumuz. Hayır. Lap yaxşı. Bu hələ komandamızın bir yüzdür, belə düzdürmü? Hələ digər insanlar var ki, onlar üçdə birdir. Necəsiz, əhvalınız necədir? Belə tamam rahat, sərbəst olun da. Yəni burada efir, təbii ki efirdəyik, amma bizə bütün dünya baxır. Ümumiyyətlə Dünya TV-yə baxırsınız. Bax belə də baxırsınız. Bax belə də sənin ən xoşuna gələn cəhət. Bax nə üçün? O sənin necə zövqünə oxşadır? Orada sənə xoşa gələn nə oldu? Tam səmimi. Yəni irad da ola bilər. Xoşa gələn odur ki, orada səmimidir. Verilişdə yəni ki, hər şey realdır, səmimidir. Olduğu kimidir. Bax bugün olduğu kimi. Gözəldir. Yəni pozitivdir əsas odur hər şey. Altumdan yenilik. Altum tumları ilə birlikdə indi Altum popkorn və şirin ləzzətli Altum quruzları. Altum hər zaman sevilir, seçilən bir tum. Keyfiyyətli Alfiem təmizlik vasitələrindən istifadə etməklə siz həm vaxtınıza, həm də büdcənizə qənaət edəcəksiniz. Alfiem təmizlikdə son hədd. Bütün xalq artistlərinə də salamlayırıq. Biz bütün Biləsuvar musiqiçiləri adından. Biz onları orada görəndə bilirik ki, bizim elimiz, obamız, bizim Azərbaycanımız doğrudan da Dünya TV yaşadır. Dünya TV öyle bir xalq artistlərini elə bir ortalığa çıxardırlar ki... Tanınmamışlar belə. Tanınmamışlar da belə. Yəni ortalığa çıxırsa, sağ olsun Dünya TV işçiləri. Yəni biz Azərbaycanı sevirik. Bütün rayonlarda gəzirsiniz, əziyyət çəkirsiniz, təqdim edirsiniz. Çox gözəl verilmişdir, valla rəhbərlə təşəkkür edirik. Doğrudan da sənin bilik özün göstərir efirdə də, hamı baxır ki, yəni... Qurma yoxdur burada, montaj yoxdur. Sənin, bəli. Təbii. Minnətdaram, çox sağ ol. Və amma bugün yaxşı mənada böyük bir partlayış olacaq. Gözəl səslər, gözəl bacarıqlı musiqilər, gözəl insanlar, sözün əsl mənasında. Yüreğimde kalan sen
sahiblərindən minnətdarlığımızı bildiririk, təşəkkürümüzü bildiririk. Evli olarsın 100%. Hə, Övlad var. evlad, iki övladım var. Allah sağ olasın. İnşallah gün o gün olsun ki, sən də atan kimi, valideyn kimi bir xoşbaxt bir valideyn olsun. Övladın sayəsində. Benim olsan benim, canım benim, benim olsan benim, gül benim, benim olsan benim, canım benim, benim olsan benim, gül benim, benim olsan benim, canım benim, benim olsan benim, gül benim, benim olsan benim, canım benim, benim olsan benim. Qardaş elə bir idmançıdır. Yoxsa yox? Onunla da məşğul olmuş. Hansı idman növü ilə? Belə jimdir, presdir. Özün üçün. Hə, özüm üçün. Yəni bugün döyüşə getsək hazırlıqda yəni problem deyil. Həm- Ümumiyyətlə biləsi var cəmaət insanları baxıram elə qoldan da gücdən də maşallah. Yəni hər zaman döyüşə hazırsınız da yəni. Amma bu biləsi var bölgəsi rayonu doğrudan da elə igidlər məkanıdır, diyarıdır. Deməyə mən bunu tam əminliklə deyirəm çünki burada elə bir insanlar dünyaya gəlib, istə sənət baxımından, istə güc baxımından və hətta düşmənə belə bir qalib gəlib, düşmənin loridir desək, dizini elə qoyan bir insanlar olur. Bizim təbii ki, adını hər zaman dilimizdə fəxrlə söylədiyimiz bu Biləsuvarın belə deyək gözü, fəxr edəcək bir insan, ölməz şəhidimiz, milli qəhrəmanımız Mübariz. Düzdürmü? Yəni təbii ki, bu tək mən yox, siz də bütün Azərbaycana fəxr edir belə bir insanlarla. Belə igidlərimiz çoxdur. Doğrudan da Azərbaycan hər zaman seçilir. Həm bayrağıyla, həm himni ilə, həm özünə məxsus gözəl adət-ənənəsi ilə. Bu Allah Təala həmişə Azərbaycanın adını bütün dünyada yüksəltsin. Her güzelin bir eybi var, senin eybin güzelliğin, yüreğime salmaz mı nazlı nazlı güzelliğin. Her güzelin bir eybi var, senin eybin güzelliğin, yüreğime salmaz mı nazlı nazlı güzelliğin. Dayanardım sözüm sana, vallahi düşür gözüm sana. Dayanardım sözüm sana, vallahi düşür gözüm sana. Ben qurbanam özüm sənə, mənim gizli məhəbbətim. Ben qurbanam özüm sənə, mənim gizli məhəbbətim. Güzəllərin gözü sənsən, şirin şəkər sözü sənsən, bu həyatın özü sənsən, mənim gizli məhəbbətim. Güzəllərin gözü sənsən, şirin şəkər sözü sənsən, bu həyatın özü sənsən, mənim gizli məhəbbətim. Yaz qoxulu bir çiçəksən, xoş ədrinə heyran mənəm, mən ala sənsən, sənə hər an qurban mənəm. Yaz qoxulu bir çiçəksən, xoş ədrinə heyran mənəm, mən ala sənsən, sənə hər an qurban mənəm. Dayanardım sözüm sənə, vallahi düşür gözüm sənə. Dayanardım sözüm sənə, vallahi düşür gözüm sənə. Mən qurbanam özüm sənə, mənim gizli məhəbbətim. Mən qurbanam özüm sənə, mənim gizli məhəbbətim. Gözəllərin gözü sənsən, şirin şəkər sözü sənsən, bu həyatın özü sənsən, mənim gizli məhəbbətim. Gözəllərin gözü sənsən, şirin şəkər sözü sənsən, bu həyatın özü sənsən, mənim gizli məhəbbətim. Aslan Eşən sənə deyəndə ki, bax belə komandası gəlir. Sənin iş sözü nə oldu be? İlk sözüm ne oldu? Hoş oldu. Güzəllərin gözü sənsən, şirin şəkər sözü sənsən, bu həyatın özü sənsən, mənim gizli məhəbbətim. Güzəllərin gözü sənsən, şirin şəkər sözü sənsən, bu həyatın özü sənsən, mənim gizli məhəbbətim. Biləsuvara gələn qonaqlar hər zaman birinci o qapını açır, sonra Biləsuvarın öz qapısını Biz açır. elə heç bir addım atmamışıq. İlk addımımız elə niyyətli Elə o olub. qapıdır. Allah hər bir kəsə, ölənlərə rəhmət, Ora bizim qalanlardan ziyarətçi qapımızdır. Təbii ki. Ora biz həmişə ziyarətə gedirik, həmişə o qapını bütün dünyanın
qəhrəmanı da bundan nümayəndə qəhrəman. Artıq belə deyək də, bütün dünyaya tanıtdırdı ki, Bütün necə bir dünya. övladlarımız, igid oğlanlarımız var. İndi deyir yolçu yoluna gələk. Bəli, yolçu yolunda gəlir. Yine seni sevmekten başka hiçbir şey yapmadım bugün. En konu çaldı telefonlarım, boş ver, bakmadım bugün. Ne gazete okudum ne de bir haber derdi yasakladım bugün. Kaç öpücük olmuş inanamazsın, aşkı hesapladım bugün. Dün gece Bağdat'ı iki gözüm kapalı bulabilirim. Ah, Bağdat'ı iki gözüm kapalı bulabilirim. Təbii ki, Biləsuvar deyəndə ilk insan yadımıza düşür, dilimizə gəlir. Milli qəhrəmanımız, ölməz şəhidimiz, fəxr edəcəyimiz bizim fəxrimiz Mübariz İbrahimovdur. Biz artıq sizə valideynlərini təqdim edəcək. Təbii ki, hər bir kəs insanların ailəsini tanıyırlar və hörmət yanaşırlar. Biz tək gəlməmişik, təbii ki, qonaqlarımızla bir yerdə gəlmişik. Hər vaxtınız xeyir olsun. Ramazan ayı mübarək. Siz doğrudan da elə bir insan, elə bir anasınız ki, bütün dünya sizə hər zaman sevgisi, hörməti var, o sonsuzdur. Təbii ki, bu ad hər insana qismət olmur. Zirvədə ola bilməz. Bizim ölməz qəhrəmanımız, şəhidimiz Mübariz İbrahimov hər bir dünyaya biz qoyduq. Və bizim ölkəmiz, bizim bu Biləsuvar rayonumuz o insan adıyla yaşayır və onunla tanınır. Fəxr edicidir. Və inşallah arzu edirəm ki, Allah hər zaman sizə can sağla versin. Təbii ki, bizim Mübariz İbrahimov
hər zaman dillərdə, qəlblərdə yaşayır, yaşayacaq da. Və bizi kimi insanların sayəsində bizə hər zaman borcumuzdur ki, efirdə, müəyyən bir yerlərdə, məclislərdə belə insanları təqdim edək. Çünki bu bizim borcumuzdur. Valla xoş gəlibsiz hamınız. Hamınızın Ramazan bayramı mübarək, oruçluq bayramı mübarək. Hamıza Allah can sağlığı versin, uzun ömür versin. Bütün gənclərimizin, analarımızı, Allah atalarımızın canı salamat eləsin. Bizim belə deyək, milli qəhrəmanımız İbrahimov təbii ki, bu mübarizin gözəl xatirələri olmalıdır, bir ana kimi. Bir qısa da olsa o illərə qayıda bilərikmi? Necə bir övladı? Təbii ki, adına məlumdur. Ailəsini sevən, dövlətini sevən, fəxr edib vətəni sevən bir insan. Amma bu uşaqlıq illərinə bir qısa da olsa qayıdaq. Vallahi mən dəqiq bu aylar mənim üçün o qədər ağırdı. May, iyun ayı o qədər ağırdı. Demək olar ki, Allaha and olsun ki, gündə heç də olmasa bir gün aşırı ağlamasam mən Allah səbir versin. Allah köməyiniz olsun. Durub indi birdən-birə o Keçmişə toxuna bilməzsiniz. Toxuna bilmirəm. Açıqcası toxuna bilmirəm. Haline bakınca üzüldüm, yanağında yaşları gördüm. Ağladı, ben kahroldum. Oh, bu kadın neden ağlıyor? Haline bakınca üzüldüm, yanağında yaşları gördüm. Ağladı, ben kahroldum. Oh, bu kadın neden ağlıyor? Xatirələr çoxdur. Onu durub danışsam. Çox az bir şey var. Çox. Onu anlayırıq, amma Allah yenə də səbir versin. Təbii ki, bizi fəxr edirik, valla. Siz kimi insanlar üçün. Mən də sizlərdən fəxr edirəm. Bax, sizin kimi gənclərdən şəxsən mən fəxr edirəm. Mənə çox təskinlik verirsiniz siz. İnanın, çox təskinlik verirsiniz. Mübarizin nə qədər adın ucaldıqca, mübarizin nə qədər yad elədikcə, inanın ki, mən hamınızı özünə Allah hesab edirəm. Aşkını kullarımı yıktılar, dostları düşman mı çıktılar, bilmem ona ne yaptılar. Oh, bu kadın neden ağlıyor? Aşkını kullarımı yıktılar, dostlar düşman mı çıktılar,
kahroldum, bu kadın neden ağlıyor? Aşkını kullar mı yıktılar? Dostları düşman mı çıktılar? Bilmem ona ne yaptılar, bu kadın neden ağlıyor? Çok mu ezdi onu yıllar? Özlediği biri mi var? Kalpte hüzün, gözde yaşlar. Bu kadın neden ağlıyor? Bu kadın neden ağlıyor? Neden ağlıyor? Çok mu ezdi onu yıllar? Bekledi biri mi var? Kalpte hüzün, gözde yaşlar var. Bu kadın neden ağlıyor? Çok mu ezdi seni yıllar? Özlediği biri mi var? Kalpte hüzün, gözde yaşlar var. Bu kadın neden İlk öncə xoş gəldin deyirəm hamısa. Xoş günləriniz olsun. Bu gün, bu əziz gündə, bu həqiqətən əziz Ramazan ayının bugünkü günündə məni yada salıb bir mübarizin valideyni kimi, onun böyüdüyüb əzabını çəkən bir ata kimi bu həyətə gəlibsin. Bu mənim üçün çox böyük qürur, fəxr. Yəni, mən çox sevindim. Qəlbən sevindim. Hər bir kəsin borcudur. Bu Rasula gələn kimi bu ocağı ziyarət etmək. Siz tamam başqa cür gəldiniz. Yəni sizin gəlişiniz tamam fərqli idi. Yəni bu 6 ildə bu hissi birinci dəfə yaşadım. Mən ağladım da, mən içəridə getdim. Allah köməyiniz olsun. Bilirsiniz mən nə baxımdan dedim, kimdir? Kimdir deyəndə hər bir kəs sizi tanıyır. Gözəl bir atasınız, gözəl bir valideynsiniz, gözəl bir insansınız. O baxımdan dedim ki, hər bir kəs, hər bir valideyn bu acını, böyük bir acını yaşaya bilməz. Amma buna baxmayaraq yenə də təbii ki, sizin o qəlbinizdə böyük bir sevinç hissi var. Fəxr edici. Yəni, təbii ki, bu övlad acısı böyük bir acıdır, ikidir. Heç bir kəsə qismət olmasa, amma yenə də bu həyatın qanunudur. Ölkə varsa demək şəhidimiz olmalıdır. Yenə də bunu baxmayaraq, siz o acını hər bir şey gözə alıb, bərk saxlayıb bu acını özünüz yaşayırsınız. Amma yenə də siz onun bir şey qeyd edin ki, bugün Biləsuvarlılar, Azərbaycan xalqı sizinlə bir yerdədir. Dedim, Allah çoğul verib bir vətənə fəda olsun. Varis ətrafında yox idi və bir də gördüm ki, başımın üstündədir. Dedi, ata, nə qəşəng söz dedim, təkrar elə. Telefonu qoydum, mənə təkrar elə, deyib söz. Əl dilim dolaşırdı, ona söz dedim, artıq ifadə ağzımdan çıxmışdı, söz mənim deyildi, Allah. Başına yar mən dolanım, hardan başına hem dolanım, hardan kalsam intizam gözümü yoldan uzak, intizam var gözümü yoldan bilemem olur ki menden doymuşsan. Bilemem olur ki menden doymuşsan. Gittin ya, gelmedin, aldadın beni.
Yaramın bu sesi sarar beni. Getdi ya, gelmedi Allah. Yaramın bu sesi sarar beni. Ay dedim ey gülüzüme, dedim ey gülüzüme, bütün işlerinden hal ya. Dedi ey menden avaşi, güneşimi ey ziyan. Dedim o qara xalımısını məşhur elə. Dedim o qara xalım hüsnünü məşhur eyləyir. Dedim mümkün dedim mümkün değil özgə marağım. Dedim her yerde vefa edip senin söhbetini. Dedim her yerde vefa edip senin söhbetini. Dedi sultanıyam adım, tekse yolum vefalıyam. Gele mehri mehabbetim üzüm elden niye döndü? Gele mehri mehabbetim üzüm elden niye döndü? Aldı şekerler geldi ay gülüm, üzüm elden niye döndü? Aldı şekerler geldi ay gülüm, üzüm elden niye döndü? Niye döndü, niye döndü? Üzüm elden niye döndü? Niye döndü, niye döndü? Üzüm elden niye döndü? Aldı şekerler geldin ay gülüm, üzüm elden niye döndü? Aldı şekerler geldin ay gülüm, üzüm elden niye döndü? Güzel buyur gideyim anam, at sülfünü sana sorar. Güzel buyur gideyim anam, at sülfünü sana sorar. Eles gelsenden sadağa ay gülüm, üzüm elden niye döndü? Eles gelsenden sadağa ay gülüm, üzüm elden niye döndü? Niye döndü, niye döndü? Üzüm elden niye döndü? Niye döndü, niye döndü? Üzüm elden niye döndü? Eles gelsenen sadağa ay gülüm, üzüm elden niye döndü? Eles gelsenen sadağa ay gülüm, üzüm elden niye döndü? Eles gelsenen sadağa ay gülüm, üzüm elden niye döndü? Eles gelsenen sadağa ay gülüm,
gözüm elden yenildi. Alfiem Special Gold təmizlik vasitələri. Keyfiyyətli Alfiem təmizlik vasitələrindən istifadə etməklə siz həm vaxtınıza, həm də büdcənizə qənaət edəcəksiniz. Alfiem təmizlikdə son hədd. Hanım diyesen maşınınız harap olur. Bir dakika düzeldelim. Hiç ne demeye ihtiyaç yoktu. Buyurun altın çıktı. Kısmet sen anlaşırlar. Serik de. O biz altımı da ver. Buyurun buradayım. Buyurun. Çok sağ olun. Aa, hediye kazandım. Ha, sevindim. Kardeş, servisten gelmişsiniz. Maşın sizindir. He, benim maşın. Bəs hanım? Bu da kısa bir. Hadi gel hadi. Ben de bileyim ha. Kızımla baş gün. Sen de kal. Altumdan müxtəlif hədiyələr və avtomobil. Altum. Alması tum. Mən fəxr edirəm və fəxr edirəm. Mən Allah kəlməsindən çıxa bilmirəm kənara. Mən Allahın təbliğatından kənara çıxamıram. Allahın tərifindən kənara çıxamıram. Çünki bu işin içində Allahın izni var, istəyi var. Ona görə də mən bu işləri qoyub başqa şeydən danışmağa qorxuram. Mən və o kəlməmə, o sözümə ki, mən qurban kəsmişəm. Yəni Allahın işinə qarışmısınız və həyatın zamanına baxmısınız hər şey ki, nə baş verəcəksə, onu Allah təala yazırsa belə də olmalı. Bəli, belə də olmalı. Yəni mən nə demək istəyirəm? Mənə deyirlər belə danışma, belə danışsan sənin ömrün bir ildən o yana getməyəcək. Ömrü verən Allahdır, canını alan Allahdır təbii ki. Onu Allah bilər, Allah verir ömrü. Mən sizə bir söz deyim, amma siz məclis sahibisiniz, siz də bir məclis sahibisiniz. Siz də insanlara xoşbəxtlik, sevinç gətirən bir dəstəsiniz. Mən burada görürəm. Yəni sizin içinizdə də böyük güc var. Vətən naminə, vətənin təbliğinə. Yəni Allahın hər bir işdə gəlir Allahın razılığını düşünürsən. Allahın istəyəni düşünürsən. Bu işimdə mənim Allah razı olacaq məndən. İnşallah razı olar. Bu işdə belə yəni bu cür düşünüb və mən istəyirdim ki, mənim uşaqlarım Allah qofundan bilsin. Körpələrimiz Allah qofundan bilsin. Çünki hər bir şeyin yaradanı və sahibi Allah. Allah'ı unutmayaq. Amin. Və mən deyirlər gənclərimizə nə məsləhət verirsən? Yəni mən deyirəm gənclərimiz yaxşılıqları öyrənsinlər. Yaxşı olmalı. Tək gənc yox, hər bir insan. Hər bir insan. Ümumiyyətlə gənclərimiz də bir an hər hansı bir məsələdə, hər hansı bir işdə, hər hansı bir qərarda, hökmdə mütləq Allah qəlbə girsin. Allahdan qorxmalıdır, Allahı düşünməlidir. O baxımdan da yəni bunu yaşadığım üçün, yəni Allahın mənə öyrətdikləri bu şeyləri gördüyüm, yaşadığım üçün deyirəm ki, ey millətim, Allah bizi çox istəyir, bizim millətimizi. Əgər istəməsəydik, bizim millətimizi imtihana çəkməzdi. Sınağa çəkməzdi, başımıza bıraxardı. Sonluqda bir şey deyim ağam. Doğrudan da yəni siz fəxr edici, nümunəvi bir ailəsiz, valideynsiniz. Bir daha söyleyeyim ki, biz sizinlə fəxr edirik, hər zaman edəcəyik. Və bütün biləsvarlar, mən gördüm sizə olan sevgisini, hörmətini, bu doğrudan böyük bir xoşbəxtlik. Sadəcə bir qısa olaraq onu demiş ki, Allah sizə böyük bir səbir versin. Allah həmişə ürəyinizi daha indən sonra yaxşı günlərlə, yaxşı işlərlə açsın və o günlərdən təsəlliniz olsun sizə. Sadəcə bunu deyirəm və Allah sizə böyük bir uzun bir ömür versin. Biz elə həmişə gəlir efirdə, bu insanlarla bir yerdə, bunların sayəsində sizi təqdim edək, yenə də efirdə yeni bir maraqlı söhbətlərimizdən xalqımıza çıxış edək. Minnətdarıq. Sevmirdim ki kalbimde kalbimde gem gözümde yaş, yüzümde yaş olasın ey yanar. Sevmirdim ki kalbimde kalbimde gem gözümde yaş, yüzümde yaş olasın ey.
Bir daha hər birini salamlayıram bizə gec qoşulan izləyicilərimiz. Bəli, öz vaxtımızda, öz saatımızda Dünya TV-nin efirində Bax Belə artıq start verdi və bu həftə Bax Belə üst tutdu Biləsuvar rayonuna. Bu Biləsuvar rayonunda heç bir şəhərdən geri qalmır. İnkişafda, sənətdə, səsdə, doğrudan da özlərinə məxsus gözəl adət-ənənələri, qonaqpərvərliyi, səmimi insanlardır və sözün əsl mənasında sənətinin peşəkarlarıdır. Könül vefasız olan nazlı yâre yalvarma, ne ihtiyar olan bir ihtiyara yalvarma. Ay darıxma yaxşı yaman, ruzigarımız keçəcək. Ay darıxma yaxşı yaman, ruzigarımız keçəcək. Bu 5 gün ömrə görə ruzigara yalvarma. Ay senin de bir gün ola, ne baharın ey bülbül. Ay senin de bir gün ola, ne baharın ey bülbül. Bu vefasız, bu itibarsız bahara yalvarma. Ay senin de bir gün olan baharın ey bülbül. Ay bu vefasız, bu itibarsız bahara yalvarma. Can, ah ayıkla yakıp ayağına yerine. Ayıkla yakıp ayağına yerine. Danışanda mail oldum diline. Ay gediye düşüp bir dil bilmez eline. Ay gediye düşüp bir dil bilmez eline. Fidan gözlüyüm, kumar gözlüm kan ağlar. Ben seni indi de görende inan. Gözümde yaş dolur, bedenimde kan. Kendimi vermiştim sana bir zaman. Gönülden kıymetli, ay vefasız dene vereydi. Sen benim eşkimi versen de bana. Pervaneler kimi yanıram o da. Bir rey vermiştim sana dünyada. Biri de olsaydı yine vererdim. Elçisi olmuşam, her isim almışam.
elçisi olmuşam, hərisin almışam. Özümü sevdirib kəməndə salmışam, özümü sevdirib kəməndə salmışam. Qəlbimin arzusu sevirəm o qızı, qəlbimin arzusu sevirəm o qızı. Mən onun ovçusu, dəli ceyranımdır, mən onun ovçusu, dəli ceyranımdır. Ay nə gözəl xanımdır, o mənim canımdır, nə gözəl xanımdır, o mənim canımdır. Mən onun xəstəsi, o da dərmanımdır, mən onun xəstəsi, o da dərmanımdır. Bu xanım hər işdə göstərir sərişdə, bu xanım hər işdə göstərir sərişdə. Belə bir gözəldə tapılmaz behişdə, belə bir gözəldə qalmaz behişdə. Qəlbimin arzusu sevirəm bu qızı, qəlbimin arzusu sevirəm o qızı. Mən onun ovçusu, dəli ceyranımdır, mən onun ovçusu, dəli ceyranımdır. Ay nə gözəl xanımdır, o mənim canımdır, nə gözəl xanımdır, o mənim canımdır. Mən onun xəstəsi, dəli ceyranımdır, mən onun xəstəsi, dəli ceyranımdır. Ay nə gözəl xanımdır, o mənim canımdır, mən onun xəstəsi, dəli ceyranımdır. Ay nə gözəl xanımdır, o mənim canımdır, mən onun xəstəsi, dəli ceyranımdır. İndi bizim Əziz Gül xanım, o ad doğrudan gözə bir məna verir. Elə bir insanın da səsi təbii ki söz ola bilməsi yüksək olmalıdır. İstəyərdim ki masadan ayrılarsınız, gözə bir alqışlayaq gözəl xanımımızı. Hansı ifa olacaq? Vallahi qərar sizindir. İndi seçim edin. Yəni təbii ki canlı olacaq. Bu boyda gözəl bacarıqlı ansambllar gəlib, vaxtımız ayırıb. Eşq olsunlar. Mən deyirəm, şəxsən sizə vallahi rayon yetişdirir da. Əllərinizə qüvvət.
o qədər qonaqlarımız var. Valla rayona gəlmişəm, özümü artıq bilasvar hesab edirəm. Yəni şəhər, rayon fərqi yoxdur. Eyni Azərbaycanlıyıq, üç rəngi bayrağın altında yaşayırıq. Düzdürmü? Əlbəttə ki. Yəni burada seçkinlik ola bilməz. Belə insanların qonaqpərvərliyini görəsən, səmimiyyəti görəsən, niyə də özünü yad hesab edəsən. Ona görə gəlin bizimlə bir yerdə olan tamaşaçıları alqışlayaq. Həm efir vasitəsi, həm bizə əyləşəm. Yox, belə olmaz. Onlar sizə elə alqışladı. Mən razı deyiləm. Baba ayrı məsələ. Emil, çox sağ olun. Mən də Beləsuvar cəmaatına çox minnətdarım bildirəm ki, bizi belə qarşıladılar. Qonaqpərvərlərinə görə çox təşəkkür edirəm. Əsas da hal-hazırda məkanımıza. Əlbəttə ki. Alqışlar gəlsin. Gözəl bir məkana, saraya. İlk dəfə görmüşəm səni açayırsan, ötdüysən ağlar beyaz, ah istəyəsən. İlk dəfə görmüşəm səni açayırsan, ötdüysən ağlar gözlərin eskirmez, yoksa beni duyguram edirsən bana. Eğilmez, eğilmez gözlərin eskirmez, yoksa beni duyguram edirsən bana. Değişilmez, değişilmez, değişilmez. Gözlerin, gözlerin eskirmez. Değişilmez, değişilmez, değişilmez. Gözlerin, gözlerin eskirmez. Bir bakışla yüreğimi yolladın, bir bakışla yüreğimi yolladın. Bakış böyle olmaz, göz böyle olmaz. Bilmedim nergisen yoksa kızılcık. Bilmedim nergisen yoksa kızılgül, yanak bana yolmaz, göz bana yolmaz. Lalere canım durar yanağımda ben boyanır duyur dudağımda. Ne var ay insafsız lan dudağımda, kopar bir zeka
Yolsuz bal dodağımdan Qopar bir zəng kəlməm Söz belə olmaz Pənah bizlə vurur dilləri təlir Pənah bizlə Pənah bizlə vurur dilləri təlim Qəlbimin səsini dinlə ay gülüm Əlimdə sazım Əlimdə sazım yanar Ağzımda dilim Alım belə olmaz Şəhəbəz belə olmaz Əzizim Mən çıxmışam güsəylinə Gözümdə dünya təzədir Mən çıxmışam güsəylinə Gözümdə dünya təzədir Gözəllər də göz gözədir Gözlərim gəzir səni Gözlərim gəzir səni Gözəllər də göz gözədir Gözlərim gəzir səni Gözlərim gəzir səni Asla sən məni Ayrılmışım Bax belə Dünya TV-nin efirində davam edir. Təbii ki, Biləsuardayıq və üst tutduq və bu 2 gün ərzində nələr baş verdi. Vallahi elə sözün əsl mənasında elə yaxşılıq belə deyək də nəticələr gördük. Yaxşı bir maraqlı günlər, saatlar yaşadıq. Təbii ki, bunu mən real olaraq bir aparıcı olaraq etiraf etdim ki, bu gözəl insanların sayəsində gəzdirdilər, yedi, içdi, hələ davam edir təbii ki. Və Səbirə xanım elə dün axşam gözəl bir çay hazırladı. Amma doğrudan da yəni o yorğunçuluğa baxmayaraq o çayda mən içdim ki, həm mən yorğun idim, həm də Səbirə xanım ki, niyə də mən özüm qulluq etməyim. Vallahi elə Biləsuvarın hansı evinə getsən, qapıda artıq o insanları gözəl gülərüz qarşılayırlar. Ona görə vallahi elə həmişə sizin kimi insanlarla fəxr etməliyik. Gənclərimiz artıq bir gənc, bir də gözəl bizim dostumuz, mənim dəyərli dostum, doğrudan da. Əgər bugün məni mübariz eşidib gəlibsə, niyə də dəyərli olmasın? Sahil, yəni Bəlin Şirin deyirsən ki,
Belə bir ifam var, belə nəysə. Falan. Amma bugün bax belə də Dünya TV-də bizimlə bir yerdə sən əyləşmisən. Təbii ki, yəni hər bir ifasının özünə məxsus ifa var. Səs temperi var. Sənin də öz yaşına, öz səsin və öz ürəyinə görə də bir gözəl bir ifan olmalıdır, tərz olmalıdır. İndi bayaqdan sən hər kəsə qulaq asırsan, indi vaxt sənindir. İndi bunlar sənə qulaq asmaq istəyir. Elə deyilmi? Gəl alqışlayaq. Hazırsanmı? Nəsə bir çıxışın var. Buyur, bizdən nəsə söz demək istəyərsən. Mən sizə ancaq can sağlığı, bir daha xoş gəlmişsiniz. Həmişə qapımız üzrə açırdı qardaşlar. Bana gelecekse dünyanın sonu, bitecekse bitsin artık hayat yolu. Korkum yok, içim rahat, huzurla dolu. Aşkı yaşadım seninle bir ömür boyu. Yüzündeki çizgileri bir bilebilsem, aldığım her nefesin sebebi sen. Yüzündeki çizgileri bir duyabilsem, aldığım her nefesin sebebi sen. Dünyaya bir daha gelsem sevgilim, karar bulurum yine seni severim. Cenneti değişmem saçının teline, ömrümün yettiği kadar seni severim. Dünyaya bir daha gelsem sevgilim, karar bulurum yine seni severim. Cenneti değişmem saçının teline, ömrümün yettiği kadar seni severim. Gelecekse dünyanın sonu, bitecekse bitsin artık hayat yolu. Korkum yok, içim rahat, huzurla dolu. Aşkı yaşadım sende bir ömür boyu. Yüzündeki çizgileri bir duyabilsem, oldum her nefesin sebebi sen. Yüzündeki çizgileri bir duyabilsem, oldum her nefesin sebebi sen. Dünyaya bir daha gelsem sevgilim, karar bulurum yine seni severim. Cenneti değişmem saçının teline, ömrümün yettiği kadar seni severim. Dünyaya bir daha gelsem sevgilim, arar bulurum yine seni severim. Cenneti değişmem saçının teline, ömrümün yettiği kadar seni severim. Mən səni bir daha Biləsuvarda görməyimə çox sevinirəm. Bir daha sənə xoş gəldim deyirəm. Həmişə bizim elimizdə, obamızda sənin yolu gözləyirik. Belə deyirlər, gözümüz üstə yerim var. Və bir daha bəğlər qardaşlarımız orada çox gözəl vurğuladı. Biz burada Səbrə xanımla, yəni elə yadımızdan çıxmışdı. Mən bir daha biz Ramazan ayına təsadüf etdiyindən bizim bu gözəl veriliş, mən bütün öz adımdan, bax musik kollektiv adından və sizlərin adından bütün oruç tutub namaz qılan
Bəli, müsəlman bacı qardaşlarımızı bu bayram münasibəti ilə təbrik edirik. Uzun ömür, can sağlığı. Mən istəyirəm sonda bir gözəl, Allah bizim gözəl sənətkarımız Səyyad müəllim Əlizadəyə can sağlığı versin. Səyyad müəllimin repertuarından, bəli, bir repertuarından bir mahnı səsləndirəm. Buyurun. İfa edir hal-hazırda gözəl dostumuz Mübariz bəy. Buyurun. Şirin yuxum şirin dünya, saf eşqindən çətin dünya. Şirin yuxum şirin dünya, saf eşqindən çətin dünya. Sevgi dolu gözəl dünya, mənim qədər heç kəs, heç kəs, heç kəs gülüm səni sevə bilməz. Mənim qədər heç kəs, heç kəs, heç kəs gülüm səni sevə bilməz. Ətirlisən çiçək kimi, asan gönçək ləçən kimi, mavi gözün dəniz kimi, yar səni mənim qədər heç kəs, heç kəs, heç kəs gülüm səni sevə bilməz. Ətirlisən çiçək kimi, asan gönçək ləçən kimi, mavi gözün dəniz kimi, yar səni mənim qədər heç kəs, heç kəs, heç kəs gülüm səni sevə bilməz. Mənim qədər heç kəs, heç kəs deyiləm, gülüm səni sevə bilməz. Gedib əldən ixtiyarım, sana yüzlü nazlı yarım. Gedib əldən ixtiyarım, ilk eşqimin yadigarım. Mənim qədər heç kəs, heç kəs, heç kəs gülüm səni sevə bilməz. Mənim qədər heç kəs, heç kəs deyiləm, gülüm səni sevə bilməz. Ətirlisən çiçək kimi, asan gönçək ləçən kimi, mavi gözün dəniz kimi, yar səni mənim qədər heç kəs, heç kəs, heç kəs gülüm səni sevə bilməz. Ətirlisən çiçək kimi, asan gönçək ləçən kimi, mavi gözün dəniz kimi, yar səni mənim qədər heç kəs, heç kəs, heç kəs gülüm səni sevə bilməz. Mənim qədər heç kəs, heç kəs, heç kəs gülüm səni sevə bilməz. Mənim qədər heç kəs, heç kəs deyiləm, gülüm səni sevə bilməz. Mənim qədər heç kəs, heç kəs, heç kəs gülüm səni sevə bilməz. Axşamınız xeyir olsun. Əvvəlcədən hamınıza salam deyirəm, xoş gəldiniz. Bu nəfər görəcəkmi? Bu bəli görəcək. Əvvəlcədən bunu mən efirdə deyirəm ki, göstərdiyim bütün buradakı bu tok məsələsinə görə məsuliyyəti nə efir daşımır, nə mən daşımıram. Çünki əvvəldən xəbərdarlıq edirəm. Bunu heç kim eləməsin. Çox qorxulu və çətin bir riski məsələdir. Çünki buna görə xahiş edirəm, uşaqlar, qocalar, ürək xəstə olanlar efirə yaxın əyləşməsinlər. Maşallah. Bu orta nə qədərdir? Yəni ümumiyyətlə yüksəkdir yoxsa? Azərişıq yeni bilirsiniz, Azərişıq yarandı. Onun məlumatına bağlıdır. Respublikada bütün fəaliyyət göstərir. Kimin toyunda, şadlıq evində, həyatında işıq yoxsa, telefon ziratkası yoxsa, mən burada problem yox. Artıq Nuran Palas, eşitdiniz də yəni. Yəni gəlin bu insanla
görün baxma eləyin, ondan sonra sizdən. Bunu da reklam için yemirəm. Kim məhəlləlikdən sonra, orucdan sonra Nurlan Plazada toy eləsə, deməli birinci, ikinci, üçüncü toyda mən özüm burada şou proqram göstərəcəm. Bunu demişəm, Nurlan Plazası bilir. Tortu, mən tortu bir kalardan pişirəm, təqdim edəcəm, bəyə gəldi. Bu da görür bir qəşəng, böyük bir təklif. Doğrudan da. Vay vay vay. Öz bədəlimdə alnında patlatacam. Bunu tamaşaçılar izləsin. Sakın kaçırmayın, güzel olacaq. Və təbii ki, ifalar davam edir, öz hala. Elə bildin sən məni sevirsən özün qədər. İnana bilməz idim bu sevgim olsun hədər. Elə bildin sən məni sevirsən özün qədər. İnana bilməz idim bu sevgim olsun hədər. Bu sevən könlümə gətirmisən qəm-kədər. Necə inanım sənə mənim vəfasız yarım. Bu sevən könlümə gətirmisən qəm-kədər. Necə inanım sənə mənim vəfasız yarım. Gözlərimi yolda qoydu mənim vəfasız yarım. Könlümü dərdə saldı mənim vəfasız yarım. Gözlərimi yolda qoydu mənim vəfasız yarım. Könlümü dərdə saldı mənim vəfasız yarım. Vəfasız yarım, vəfasız yarım. Daha sənə inanmaram vəfasız yarım. Vəfasız yarım, vəfasız yarım. Sənə könül bağlamaram vəfasız yarım. And içib peyman edik bu sevgiyə sən. Məni yalnız buraxıb getdin özəndən. And içib peyman edik bu sevgiyə sən. Məni yalnız buraxıb getdin özəndən. Bu qəlbim bir şüşəydi, sındırdın öz əlindən. Necə inanım sənə mənim vəfasız yarım. Bu qəlbim bir şüşəydi, sındırdın öz əlindən. Necə inanım sənə mənim vəfasız yarım. Gözlərimi yolda qoydu mənim vəfasız yarım. Könlümü dərdə saldı mənim vəfasız yarım. Gözlərimi yolda qoydu mənim vəfasız yarım. Könlümü dərdə saldı mənim vəfasız yarım. Vəfasız yarım, vəfasız yarım. Daha sənə inanmaram vəfasız yarım. Vəfasız yarım, vəfasız yarım. Sənə könül bağlamaram vəfasız yarım. Gözlərimi yolda qoydu mənim vəfasız yarım. Könlümü dərdə saldı mənim vəfasız yarım. Gözlərimi yolda qoydu mənim vəfasız yarım. Könlümü dərdə saldı mənim vəfasız yarım. Vəfasız yarım, vəfasız yarım. Daha sənə inanmaram vəfasız yarım. Vəfasız yarım, vəfasız yarım. Sənə könül bağlamaram vəfasız yarım. Eşq olsun. Semur, bax, dünən evdəydi o öz yerdə. Amma bugün efirdəsən. Gözəl bir məkanda. Amma sənin ifanı təbii ki mən yox. Bütün dünya eşitməli və qiymət verməlidir. Bilirəm, yəni gözəl eşənlərdə olursan, gözəl insanların zövqünə oxşuyursan, həmişə belə bir zirvələr əldə edəsən. Amma bugün bu məkanda əli boş gəlməmisən. Düzümü? İfası nə ilə gələ bilər? Ancaq ifası ilə. Çox sağ ol Emin bəy. Əlbəttə ki, ifaçı öz ifası ilə tanınmalıdır. Nazlı yar sözümü bir dinlə hələ. Bu qədər insafsızı gəl olma belə. Nazlı yar sözümü bir dinlə hələ. Bu qədər insafsızı gəl olma belə. İsmət oldum sənin kimi gözələ. Səni gördüm ay gözəl yaman vuruldum. İsmət oldum sənin kimi gözələ. Səni gördüm ay gözəl yaman vuruldum. Bakışların ot saldı könlümə.
Alfeym Special Gold təmizlik vasitələri. Keyfiyyətli Alfeym təmizlik vasitələrindən istifadə etməklə siz həm vaxtınıza, həm də büdcənizə qənaət edəcəksiniz. Alfeym təmizlikdə son hədd. Hanım deyəsən maşınınız xarab olub. Bir dəqiqə düzəldərik. Heç nə deməyə ehtiyac yoxdur. Buyurun altım çıxdıyın. Qismət, sən anlaşırlar. Sərikdə. O biz altımı da ver. Bugün buradayım. Buyurun. Çok sağ olun. Aa, hediye kazandım. Ha, sevindim. Qardaş, servisdən gəlmişsiniz. Maşın sizindir. Hə, mənim maşın. Bəs xanım? Bu da kısa bir. Hadi gel hadi. Mən də bilməyim. Kızımla baş gibi. Sən də qal. Altumdan müxtəlif hədiyyələr və avtomobil. Altum, alması tum. İllər boyu səni gəzdim. Ay geçkən məhəbbətim. Sən yuvandın, mən tələsim. Getdi gəzdik tərəvətim. Səninlə İllər ötüb kilsədə yalnız yenə səninlə. Səndən uzaq düşsəm də sən məni düşünən. Könlümün ən gözəl şirin nəğməsisən. Vay vay vay.
təbii ki, hər bir ifa rəngarəng olmalıdır. Çünki gözəl insanlar yolu. Bugün bu masada doğrudan da ələkdən keçmiş insanlardır ki, baxdı ki, bu masaya kimlər yanaşır. Amma maraqlı bir şeydir ki, doğrudan da bu çox az rast gəlir də belə bir şeyə ki, bir ansambl olar və orada həyat yoldaşın, kürəkən, oğul, belə bir ansamblda bir ailə ansambl deyək də onda. Və Səbra xanımın gözəl bir kürəkəni, maşallah. Deyəsən, bu ailə yetişdir da, yəni sənəti, özü. Əvəz olmaz sənətkarı, gözəl müğənnimiz Tacir Şahmanoğlu repertuarından nə hissəsiyəm və Günel xanımı dəvət edirəm bura, gözəl bir duet. Bakan güzel, sönen közü, kurcalama, gözlerini süzüp bakma, sinem üstten noktalama. Sevgili Allah bende sesen, meydanatlı bir melek. Sen kanatlı bir meleşen, men bir Allah bendesiyem. Çekilesi derdim azmış, öyle çekili sesiyem. Anam ney sesiyem, sesiyem, sesiyem. Gülüm ney sesiyem, sesiyem, sesiyem. Ney sesiyem, sesiyem, sesiyem. Anam ney sesiyem, sesiyem, sesiyem. Gözlerine sözüm yoktur, tertemizdir, bulan kimi. Aman güzel insaf eyle, yandırıp yakma kalbimi. Sevgili Allah bende sesen, meydanatlı bir melek. Sen kanatlı bir meleşen, men bir Allah bendesiyem. Çekilesi derdim azmış, öyle çekili sesiyem. Anam ney sesiyem, sesiyem, sesiyem. Gülüm ney sesiyem, sesiyem, sesiyem. Ney sesiyem, sesiyem, sesiyem. Anam ney sesiyem, sesiyem, sesiyem. Ney sesiyem, sesiyem, sesiyem. Gülüm ney sesiyem, sesiyem, sesiyem. Ney sesiyem, sesiyem, sesiyem. Anam ney sesiyem, sesiyem, sesiyem. Deyin görüm necə idi? Təbii ki, yəni bu hər şey zarafat deyib gülmək, bu veriş əsasında oldu. Bu həmişə arzu edirəm ki, günümüz belə maraqlı keçsin. Ətrafımızda gözəl insanlar olsun. Həmişə dəyərli insanlarla oturaq duraq. Dəyərimiz daha da dəyərli olsun. Qiymətli olaq. Bu elə əziyyətimizi Allah həmişə bəhrəsini versin. Uğurlarımız bol olsun. Qara gözün sürməsin, görməmişəm beləsin. Gözəllərin içində sevməmişəm beləsin. Qara gözün sürməsin, görməmişəm beləsin. Gözəllərin içində sevməmişəm beləsin. Gözəl yarım, şirin yarım, mənim nazlı Zeynalım. Sənsiz necə dözər canım, mənim nazlı Zeynalım. Gözəl yarım, şirin yarım, mənim nazlı Zeynalım. Sənsiz necə dözər canım, mənim nazlı Zeynalım. O baxışlar canım alar, ya məni dərdə salar. Bu sevgi
Güzel yarım, şirin yarım, benim nazlı ceylanım. Sensiz necə düzer canım, benim nazlı ceylanım. Güzel yarım, şirin yarım, benim nazlı ceylanım. Sensiz necə düzer canım, benim nazlı ceylanım. O bakışlar canım alar, o yar beni derde salar. Bu sevginle kim kozalar, benim nazlı ceylanım. O bakışlar canım alar, o yar beni derde salar. Bu sevginle kim kozalar, benim nazlı ceylanım. Güzel yarım, şirin yarım, benim nazlı ceylanım. Sensiz necə düzer canım, benim nazlı ceylanım. Güzel yarım, şirin yarım, benim nazlı ceylanım. Sensiz necə düzer canım, benim nazlı ceylanım. Bakışlar canım alar, o yar beni derde salar. Bu sevginle kim kozalar, benim nazlı ceylanım. O bakışlar canım alar, o yar beni derde salar. Bu sevginle kim kozalar, benim nazlı ceylanım. Güzel yarım, şirin yarım, benim nazlı ceylanım. Sensiz necə düzer canım, benim nazlı ceylanım. Güzel yarım, şirin yarım, benim nazlı ceylanım. Sensiz necə düzer canım, benim nazlı ceylanım. Güzel yarım, şirin yarım, benim nazlı ceylanım. Sensiz necə düzer canım, benim nazlı ceylanım. Güzel yarım, şirin yarım, benim nazlı ceylanım. Sensiz necə düzer canım, benim nazlı ceylanım. Güzel yarım, şirin yarım, benim nazlı ceylanım. Sensiz. Şəxsən mən öz adımdan deyirəm. Təbii ki, buradakı əyləşən bütün sənətçi dostlarımız da mənlə razılaşarlar. Bu günləri yaddaşımıza gözəl təəssüratlar gəldi. Allahdan arzu edirik ki, elə günümüz bax belə keçsin həmişə. Necə sevdiyimi yar sən də biləsən.
Vallahi biraz var. Bax seçilir də. Geyiminiz maşallah, rəqsiniz. Qardaş sən mahnıda səsində söz yoxdur, rəqsdə də. Deyən örgənmisən ha. Allah həmişə sizi bax belə bacarıqlı eləsin. Necə idi təəssürat? Yəni evə gedirsən dostunla, hansı təəssüratdan qayıdırsan? Gözəl. Gözəl təəssüratlı. Gözəl insanların sayəsində. Sizlərin sayəsində. Sizlərin hesabında. Bu dostların hesabında biz gözəl günlər, günləri gördük. Qismət oldu, yaşadıq. Qismət oldu, yaşadıq. Həmişə də yaşayaq. Təbii ki. İnşallah.
Bugün mən doğrudan gördüm və mən bax belə komandası olaraq bugündən söz verirəm ki, hər həftə bir dəfə siz müğənniləri Bakıya sənətkarlar arasında dəvət edəcəm. Çünki siz ona layiqsiniz. Səsiniz var, sənətiniz var. Ona görə gəlin gürültülü alqışlar, gözəl ansamblar. Və özümüzü, misal, mənim əziz dəyərli dostum, necə idi doğrudan da? Yəni gəldiyinə görə peşmançılıq yoxdur. Vallahi mən həmişə demişəm, orada sən varsansa deməli reyting də var, gözəllik də var. Sağ ol, var ol. Həmişə baxımlı olsun. Sən seçə bilmədin ağı qaradan, sən seçə bilmədin ağı qaradan, bilmədin həyatda yaxşı yamandan. Aldanıb atanlar yanıb yanandan, sən əgər bilsəydin sevərdin məni, sevərdin məni. Yaş gəlib olacaq ömrünə sənin, nə maqsad ilə sazaq sənin. Sən əgər bilsəydin sevərdin
səni bir daha bəyək kimi qeyd edirəm, salamlayıram. Həmişə səni görməyimlə sevinirəm. Mən bunu vallahi efir xatirinə demirəm. Sən özün bilirsən, mən həmişə sənə telefonlarda da deyirəm ki, yəni bir müşahidəçi kimi mən bu sənin verilişlərin axımlı, baxarlı olsun, həmişə izləyirəm. Və bu günləri əlbəttə çox sevinirəm ki, bu cür gözəl sənətçilərlə məni də dəvət elədiyin. Rəsmi tanış olduq, hər şey gözəl, hər şey super. Qoy elə həmişə gününüz gözəl olsun, ifalarınız super olsun. Aslan, əziyyət çəkdim bir həftə. O dəyər dəyməz, amma qısa. Dəyər ancaq mən sənlə razılaşmadım Emin. Niyə? Biz utduq, əziyyət çəkdik, yutduq, sən deyirsən zarafat edeyim. Qardaş, hələ veriliş bitməyib ki, verilişdən sonra da. Yaxşı, bu da bir zarafat idi. Çox gözəl. Siz elə gəlməniz hədiyyədir valla bizə. Veriliş necə idi, qonaqlar necə idi? Əla. Razı qaldın mı? Ax belə. Ay sağ ol. Təşəkkür. Seymur. Can. Dünənki yoğunçuluq gözələm, bugün dəyər. Minnətdaram. Çox sağ olun. Minnətdarım. Tanış Biz sizə olduk. minnətdarıq. Doğrudan da çox sevindirdiniz bu günləri. Allah yenə də deyirəm, sizin bu verilişi uzun ömürlü etsin. Gördüklərim demək olar ki, yaddan çıxmaz. Mən belə gözləmirdim düzün, ancaq lap istədiyim qədər oldu, istədiyimdən də çox oldu. Allah sizdən də razı olsun, çox minnətdaram. Minnətdaram. Emil, Salyanın balığı təbii ki, yəni öz yerində bağlığınla tanınır, amma sənin səsin də Salyan kimi tanınır, Salyanda da tanınır. Ona görə çox sağ ol. Səni bugün Biləsuvarı özünə doğma bilib gəldim. Seçmədin Mən gəldim. sizə öz minnətdarımı bildirəm ki, Emin qardaşım, məni bugünkü günə dəvət etdiniz. Mən başda Səbrə xanım olmaqla bütün qardaşlarıma, dostlarıma, musiqiçilərə öz minnətdarımı bildirirəm. Çox sağ olun, Dünya TV-yə öz minnətdarımı bildirirəm. Valla belə adam istəmir ki, veriliş qutarsın. Siz sağ olun ki, valla bizləri yad eləsiniz, günümüz belə keçsin, dəyərli sənətkarlarımız var olsun və musiqiçilərimiz əziyyətimiz çəkir. Minnətdarıq sizlərə. Sağ olasın.
Altumdan yenilik. Altum tumları ilə birlikdə indi Altum popcorn və şirin ləzzətli Altum kurucuları. Altum hər zaman sevilir, seçilən bir tum. Keyfiyyətli Arifiyem təmizlik vasitələrindən istifadə etməklə siz həm vaxtınıza, həm də büdcənizə qənaət edəcəksiniz. Arifiyem təmizlikdə son hədd. Bir daha hoş gelmişsiniz ve ben bir güzel musiki ifa edirik Səbrə xanımdan ve bu musiki ile güzel mahnımız Səbrə xanımın güzel mahnısıdır ve onun yazısı Eyşən kardeşimdir. Allah ona da uzun ömür can sağlığı versin ve aman aman insafsız yar elinden. Tabii ki genç müğənnilere destek olmak bizim borcumuz. Sağ ol ay Səbrə, sağ ol. Eşk olsun. Eşk olsun.